Rekord edir. Sual var mı burana bağlı? Zaten en mövzu üzerinden devam edirik. Aydındır mı? Zaten təkrar edirik. Yəni sual yoxsa başa düşək, bu metodla bağlı ya. Bu metodlarımız qalsın burada. Aydındır mı? Hətta belə bir şey eləyək. Sırf bu hissəni götürək buradan. Burada nə eləyəcəm uşaqlar? Bir dənə region yazacağam. Deyək ki, first part olsun. Şey değil mi? Və burada nə eləyək? End region eləyək. Ata bunlar regionun içərisində. Aydındır mı? Daha sonra nə eləyək? Bu regionu bağlayaq. Şey değil mi? Biz sizə region commit deyil. Bu metod xəta vermir. Niyə? Çünki hələ də bunun içərisində açıq şəkildə qalıb burada. Aydındır mı? Hətta gəlin bunları da atar commitə, çünki bunlar hələ ki bizə lazım deyil. Gəldik Ctrl+K+C. Aydındır mı? Tamam, gəlin belə bir şey. İndi bax xəta verir. Çünki commit artıq elə bir kod mövcud deyil. Bunu eləyək? Atdıq commitə. Aydındır mı? Gəlin belə bir şey eləyək. Burada olan homeworklar var. Onları bəzən çıxaraq metodlarla yazaq. Aydındır mı? Bəzən yazaq, sonra dərsimizə davam edək. Biraz təkrar olsun bizə. Burada deyək ki, bir dənə də regionumuz olsun. Second part. Şey değil mi? Və bura nə eləyək? End region. Tamam. Gəldik homework'un içərisinə. Gəldik program klasının içərisinə. Okey değil mi? Ne eləyək? Verilmiş 3 ədəddən hansının ən böyük olduğunu tapan proqram. Bunu functionla, metodla yazaq. Okey değil mi? Və bunu nə edirəm? Götürürəm buradan. Gəldik, bunu bağlayaq. Gəldik öz layihəmizə. Aydındır mı? Deməli, commitdə əlavə eləyək bura. Deməli, bir dənə function yazacağıq. 3 ədəd qəbul eləyəcək. Aydındır mı? 3 ədəd qəbul eləyəcək. Hansı ən böyüsü onu qaytaracaq. Razıyıq? Baxın, birinci uşaqlar, yəni tələsməyin, yəni birbaşa kod yazın. Birinci tam bir dənə başa düş. Bax, 3 ədəd qəbul eləyəcək. Ən böyüyü qaytaracaq. Return type-ı gördünüz burada. Nədir return type? Ən böyüyün tipi nə olacaq? Int. Rəqəm də demək. Aydındır mı? Tamam. Deyəcəksən ki, statik. Artıq bura cavab vermirsən. Və yaxuddur, uşaqlar məcbur deyilsən metodu yaradanda oturub fikirləşəsən ki, bu int string yaz, get void. İşini gör. Sonra gördün ki, sən o həmin ədədi qaytarmısan. Gəl dəyiş void elə nə? Int. İzah edə bildin fikrimi? Yəni bu dəhşətli bir şey deyil. Void yaz get. Məsələn mən void yaz. Aydındır mı? Deyirəm ki, check number deyirəm. Check number. Belə bir adı qoydum. Okey değil mi? Görürsüz void yazmışam. Amma neçə dənə dəyər qəbul edəcək? 3 dənə ədəd özü də. Demək tipləri nə olacaq? Int olsun A, olsun int B, bir dənə olsun int C. Okeydir. Razıyıq. Buradakı biznes məntiqi bilirsiniz də. Nə etməliyik? Bu 3 ədədi bir-birinə müqayisə eləməliyik. O da ki, bizdə burada hazır şəkildə uşaqlar burada var. Gəlsə, baxın uşaqlar, readline-la. Burada readline-la götürüb, bizə readline lazım deyil. Aydındır? Bizə hansı lazımdır? Biznes məntiqi haradır? Bura deyil. Şey değil mi? Nə edirik? Bunu buradan kopyaladıq. Gəldik biznes məntiqimizi. Yəni təkrar yazmaya ehtiyac yox. Əlavə elədik bura. Bunu eləyən uşaqlar commentdən çıxardaq. Bu num1-in yerində nə durur? A. Num2-in yerində nə durur? B. Yenə. Num1 neçəydi? A. Bəs num3 neçədir? C. Əla. Biggest var bizdə. Dəyər yoxdur ki bizdə. Aydın, ona görə bura nə eləyək? Yaxşı, bu biggest biz yazmasa olar. Return-lə əvəz eləyə bilərik onu. Buradan nə return eləyəcəm? Num1 eləyəcəm də. Gəl bunu yazacağım. Return eləyək. A. Qane oldu hamı buna. Aydındır mı? Niyə xətasıdır bu? Okey, əla. Bunu artıq eləyək. Baxın, görürsünüz, lazım oldu. Gəldim intə dəyişdim. Okey, num2 yerində nə durur? Bizdə. B. Num3 yerində C. Əla. Burada nə qaytaracaq geriyə? Return eləyəcək nə? B. Return elədik B. Əlasız. Bura S yazmaya ehtiyac var. Return nə yazaram birbaşa? Əlas uşaqlar. Yəni eyni məsələ. Artıq bunu elədik, çıxartdıq bir metoda. Yəni 3 dənə dəyər gəlir, yoxladıq. Ən böyük hansısa onu qaytardıq geriyə. Aydındır mı? İndi bu işləyər sizə hal-hazırda. Yox, nə etmək lazımdır? Çağırmaq lazımdır. Bu birinci sənə planı götürürəm. Geriyə dəyər qaytarır da. Ona görə neyin içində yazacağam? Çapa verəcəm. Readline içərisində. Metod adı nə idi? Check number. Nə istəyir bizdən? 3 dənə. Tiplərini görürsünüzsə burada. Artıq səhv eləmə şansımız yoxdur. Ancaq nə yazacağam? Rəqəm yazacağam. 3, 4, 5. Bir dənə mötərizəni qoyum. Qoya bir dənə mötərizə. Proqramı run eləsəm. Ekranda nəyi görməliyik? S5-i görməliyik. Baxaq.
Sabır gecikmə. Bu özünə gəlsin, gedir proqram. Aydındır mı uşaqlar? Yəni istədiyimiz output-u alırıq. Yaxşı, bunu eləsək 36 eləsək, nəsə görəcəyik? 36-nı görəcəyik. Okeydir mi burası? Aydındır. Keçək növbəti bir taska. Bir təkrar gedək də. Yəni bu bir metodumuz. İndi keçək başqa bir task götürək buradan. Gedək task 2-yə. Verilmiş yazının içərisində A hərfinin olub olmadığını tapan proqram. Aydındır mı? Bunu götürdük bu. Tapşırığımız budur. Belə bir metod yazmalıyıq. Gəldik, buraya əlavə elədik. Yaxşı. Verilmiş yazının içində. Demək bir də metod yazacağıq. Bizə nə gələcək? Bir yazı gələcək, bir string. Və olub olmadığını. Olub olmadığı nə cavabdır? Bool deməkdir, hə ya yox. Deməli metod necə yazacağam? Statik. Geriyə nə qaytaracaq? Bool. Varmı, yoxmu? Demək nə olacaq? Bool. Adını qoyaq uşaqlar. Check letter. Belə bir adı qoyuram. Check letter. Hətta adını uyğun A qoyuram. Yaxşı, bizə nə gələcək ki, mən A-nı yoxlayacağam? Stringdən 4 gələcək. Aydındır mı? Business məntiqi də eynidir. Nə edəcəyik? Gələcək bura. Uşaqlar. Burada nə edirik? Burada yoxlayırıq da. Götürürük bunu. Eyni ilə bu ekrana yazdırıb bu hissəsini. Götürdük. Gəldik, bura əlavə elədik. Yaxşı. Buradakı dəyişikliyi sən də abi. Burada nə dəyişiklik olacaq? Word-worddur. Buradakı Word-ü yoxlayıram. Sadəcə nə yazacağam bir dənə? Bool istiraxı metod məndən. Return nə yazacağam? Return bool yoxsa has A? Has A. Çünki has A-dan biləcəyik ki, bu zaten yəni business məntiqi dəyişməz, yoxlama budur da. Eyni ilə qaldı. Əgər bayaqla bu metodun bunun işləməyini başa düşmüşdürsə, bu metodun içine almaq bir problem deyil. Nəyi filsində? First letter'i. Hə? Başa düşmədim. Bunu deyirsən, bunu buradan yığışdıra deyirsən, bu break yazmaya deyirsən. Bu break loop'un deyə. Bu loop'u qırır sadəcə. Loop'u qırır və sonunda return sağlığını eləyir. Aydın mı? Hayır, buradan mən return yazsam, baxın scope'dan çöldə də return yazmalıyam zaten. İznində niyə? Yox, çünki xəta verəcək ki, birdən loop'dan çıxandan sonra falan bura return istəyəcək axı bizdən. Aydındır? Sual var burana bağlı. Tamam eləyək. Okey. Gedək oradan bir dənə başqa bir tapşırığa. Gəldik proqram klasının içərisinə. Məsələn, array ilə bağlı bir task var idi mi burada? Yes, burada var idi. Okey değil mi? Deməli bir dənə array verilib, onun rəqəmlərinin neyini tapmaq lazımdır? Cəmini tapmaq. Okey, heç bunu buraya yazmaya ehtiyac yoxdur. Gəl buradan sıfırdan özümüz yazalım. Deməli, necə bir metod yazacağıq? Bir metod yazacağıq. Geriyə nə qaytaracaq? Ədədlərin cəmi. Demək ki, nədir bu? Intdir. Deyək ki, sum of array. Belə bir şey yazaq. Yaxşı, metod nə qəbul edəcək? Array. Yes, array qəbul edəcək. Array qaytarmıram ki geriyə. İçindəki rəqəmlərin cəmini qaytarır. Cəm array deyil ki. Aydındır uşaqlar. Və demək ki, metoda nə gələcək? Array gələcək. Razıyıq? Yaxşı. Cəmi necə tapacağıq? Loop'a salırıq. Aydındır mı? Nə qədər fırlanacaq bu? Gələn array'in nəyi qədər? Lenzi qədər. Bura bir sum təyin edirik. Aydındır mı? Int sum sıfırdan başlayır. Burada sum nəyə bərabər olur? Plus bərabər olur nəyə? Array'in in-intisinə. Loop'dan çöldə nəyə qaytarır? Return sum'ı qaytarır. Aydındır mı? İndi qaldı bu metod işləyəcək. Yox. Nə etmək lazım? Çağırmaq lazım. Gəldik bura. Buna işimiz yoxdur. Atıq kommentdən. Readline içində yazacağam yoxsa yox? Yazacağam konsol readline içində yoxsa yox? Yazacağam. Çünki dəyər qaytaraq geriyə. Aydındır mı? Adı nə idi onun? Sum of array. Yaxşı, gəldi bura. Bu məndən nə istəyir? Array istəyir. Mənim əlimdə array var. Yerində array yarada bilirik biz. Necə yazırdıq? New. Nə yazırdıq? Int. Massiv işarəsi, bir də skoplar da. Bu birinci dərsdən aşıq ya. Array deyil bu. Yaratım içində nələr qoydum? 22, 33. Nə bilim? 77. Razısınız buna? Array istəmirdi. Bu da bir array deyil. Ya bunu buradan birbaşa belə göndərərsən, ya da nə edərsən Samir? Yuxarıda burada deyərsən ki, int array arır. Bərabər olsun nəyə? Sənin yazdığı var. Sonra gəl bura nə edərsən Samir? Array ötürərsən. Yenə bunu istədiyini ötürdün bura.
Aydındır mı? Ya yerindəcə oturursan, ya da nə edirsən? Sonradan yaradıb ötürürsən. Okeydir burası. İndi bir dənə baxaq nəticəyə. Bu nəticəsi neçə olmalıdırsa bilmirəm. İndi təxmini kim hesablaya bildirsə 132. Düz hesabladı. Hə? 3 dənə intin necə işini yəni? Yox. Yes, amma burada mən massiv dedim axı. Şərt massivdir, o yox massiv. Yəni bunu görək deyə yazdım massiv. Aydındır mı? Yəni massiv göndərdim, massivin içindəki integerlardır. Yes. Bunlar bir-birinə elədi, topladı. Necə topladı? Buradakı biznes məntiqimizin sayəsi. Aydındır burası uşaqlar. İndi C#-da bir dənə keyword var. Bir dənə keyword var. Deyir ki, sən bu metodu çağıranda bura nə ötürməlisən? Array ötürməlisən də. Array ötürmək üçün məcbur gəlib burada nə etməlisən? New array yaradıb göndərməlisən də bura. Və yaxud da bundan bir əvvəlki case necə idi? Bu artıq yazmaya ehtiyac yoxdur. Ya bura nə yazırdı birbaşa? Bunun içərisində nə edirdi? Birbaşa belə bir şey yazırdı. Həm birinci case-i bunu göstərdim də. Olar təbii ki, olar. Götürdük. Aydındır burası. Yəni nəticə nə edəcək? Eyni nəticədir də. Ya array yuxarıda yarat göndər, ya da bunu içəri göndər. Okeydir burası. Aydındır mı? İndi uşaqlar deyir ki, kaş deyir belə bir şey olardı. Mən gələrdim bu metodun içərisinə, yazardım 33, vergül 55, vergül 88. Bu nə kimi qəbul edərdi mənim göndərdiklərimi? Array kimi qəbul edərdi. Kaş elə bir şey olardı. Deyir, əgər belə bir şey eləmək istəyirsənsə, gəl həmin array'in qabağına params keyword var. Params keyword var. C#-da belə bir reserve söz var. Deyir, bunu yaz. Deyir, bura vergül qoyub nə göndərsə mən onu nə kimi başa düşəcəm? Massiv kimi. Gəl deyirəm ki, 99. Vergül qoyma, yaxşı. Bir dənə göndərsəm nədir bu 33? Yenə massivdir. Amma massivin içində nə dəyər var? Bir dənə 33 var. Vergül 44 yazsam, yenə massivdir. İçərisində neçə dənə ədəd var? 2 dənə ədəd var. Başa düşdük, paramızı bizə verdir. Amma bunu yazmasam, onda abi sən bu xətanın səbəbini deyə bilərsən. Buradakı xətanın səbəbini deyə bilərsən. İkisinə də diqqətlə bax. Burada bax, diqqətlə burada bax. Xətanın səbəbi, errorun səbəbi. Bax, bu bizdən array istəyir. Amma mən burada ona array göndərmişəm. Yox, məcbur edəməm, new array yazmalıyam da burada. Və yaxud da qəbulun qabağına yazaram. Qəbul eləsin deyə params yazaram, artıq sakitləşir. Yaxşı, gəlin mən bunun yanına üçüncü bir dəyəri string göndərə bilərəm sizə. Yox, xəta verir. Çünki buradakı massiv tipi nədir? Int. Və bu da buradakıların hamısını götürüb massiv içinə atır axı. Massiv nədir? C#, data type sensitive-də ya massiv tipli int vermişsən, içində ancaq nələr saxlaya bilərsən? O da rəqəmlər saxlaya bilərsən. Aydın nə deməksin? Okeydir burası. Qabağa gedirsən də? Ya verməz. Okey. Aydındır uşaqlar burası. Okeydir mi? Tamam. Bunu nə edirəm? Qaytardım gedim. Params okeydir mi hamıya? Yaxşı? Yaxşı. Gəlin belə bir şey deyək də. Deyək ki, uşaqlar, bu ədədlərin cəmini tapır da, massivin içərisindəki ədədlərin. Mən istəyirəm ki, sağlam. Yaxşı, bu massivə, bu paramsın. Bir dənə də başqa bir dəyişən ötürürəm. Deyirəm ki, int, bir dənə dəyişəni z. Amma istifadə eləməyəcəm. Ötürürəm, amma istifadə eləməyəcəm. Razıyıq? Deməli, bu metoda mən nə ötürməliyəm çağıranda? 2 dənə parametr ötürməliyəm. Razıyıq? 2 dənə arqument ötürməliyəm. Bu parametri bunlardır. Birinci nədir? Z-dir. İkincisi nədir? Paramsan array. Yaxşı. Hal-hazırda bura gəlib bir dənə rəqəm yazsam. Heç nə dəyib eləməyəcək. İndi buradakı şeyi başa düşək. Mən gəlib bura debug qoysam. Debug. Z nə gələcək? Array nə gələcək? Uşaqlar, deməli, birincini avtomatik olaraq götürüb verəcək nəyə? Z-ə. Əla. Yerdə qalanı nəyə verəcək? Array. Aydındır mı uşaqlar? Şeydir burası. Artıq buradan sonra nə yazırsansa yaz, birincidən başqa hamı gəlib düşür nəyin içərisinə? Array'in içərisinə. Bunu yoxlamaq üçün gəlin belə bir şey eləyək də. Bura bir dənə debug qoyaq. Bir dənə də bura qoyaq. Bir dənə göz yaddaşı eləyək də. Yenəsin. Next elədik. Gəldik. Bura, baxın bura. Z-in üstünə gəlsəm neçə gəlir? 33. Array'in üzərinə gəlsəm 2 dənə element var içərisində 44 ilə 70. Yaxşı? Və ona uyğun nə edəcək? Hesabı. Yəni, onda buradan belə bir şey çıxır ki, əgər bir metoda parametr olaraq params yazmısansa, o params əvvəldə yazıla bilər?
Yazıla bilər əvvəldə. Yəni mən gəlib bu z-i sonraya yaza bilərəmmi? Gəl buraya yazsam ki, int z. Yaza bilərəm sizə? Error verəcək müəllim, çünki hamısını araya götürəcək. Yox, yəni bu məntiqi xəta verəcək. Deyir ki, sən əgər birinci parametr yazmısansa, bunu yazma mənasız. Çünki mən burada olan hamısını nəyə götürüb verəcəm? Araya. Arraya verəcəm. Yəni bu z mənasız qalır. Ona görə bir metodun içində parametr yazırsansa, o ən sağda yazılacaq. Yəni ən sağ dediyim haradır uşaqlar? Bax burada parametr ən sağda. Burada yəni ən sağ. Metod içində. Ən sol. Müəllim, bəs string versək bunda necə olacaq? Hə, ən sonda, yes. Necə fidan qaçırtdım sualı? String versək, misal üçün 33, 44, 77 və orada bir dənə Bu string verə bilmərik. Çünki yerdə qalanlar hamısı massivə gedir deyə və massivin tipi integer olduğuna görə ancaq integer yaza bilərsən. bəs integerin, okey. Yəni ki, yenə də axırda da versək string Yes, A yəni, getməyəcək də. yes, Hələ o. O başqa bir errordur yəni. Okeydir burası uşaqlar. Aydındır mı? Tamam. Okeydirsə danışaq default dəyər anlayışından. Default dəyər anlayışı belə bir anlayış var bizdə. Gəl nə edək? Buranın uşaqlar bu ikinci modul, ikinci regionu da atıram nə? Okey. Gəldik. Bir dənə uşaqlar region yazaq. Üçüncü yazırıq third part. Okey. Belə bir region yazaq. Deyək ki olsun end region. Bir dənə metod yazmaq istəyirəm uşaqlar. Bir dənə metod yazmaq istəyirəm. Neyləsin? Tələbənin adını, soyadını götürsün, birləşdirib çapa versin. Aydındır mı? Birləşdirib çapa versin. Şey deyil mi? Deməli, statik, bunu bilirik, məcbur yazmalı. Birləşdirib çapa versin. Qaytarmayacaq ki. Void demək nə olacaq bu? Void olacaq. Deyirəm ki, make full name. Belə bir ad qoyuram. Make full name. Belə bir ad qoyuram. Aydındır mı? Nə qəbul eləyəcək dedik? Name. Bir də nə qəbul eləyəcək? Stringdən, bir də surname qəbul eləyəcək. Aydındır mı? Belə bir şey yazdım. Okey, nə iş görəcək bəs? Bu özü skopu tamamlayır deyə bizə mane olur. Hə. Birləşdirib ekrana yazdıracaq da. Birləşdirmə elə plusla da eləyə bilərsiniz, bilirsiniz də. Name. Amma ortaya boşluq qoyaq ki, birləşdirməsin də, yapışdırmasın. Razıyam? Aydındır mı? İndi bu metod işləsin deyə nə yazdıracağam? Readline içində yazmalıyam, yoxsa yox? Yazmalıyıq. Zaten özü voiddir. Zaten özü voiddir. Niyə yazıram ki? Onu yazmayacağam heç. Birbaşa özünü çağıracağam. Deyəcəm make full name. Məndən nə istəyir? 2 dənə ədəd istəyir. String istəyir. Aydın ədəd yaza bilməyəcəm. Aydındır mı? Gəlib yazıram. String də deyirəm Sabir. Sabir soyadı neydi? Quliyev. Quliyev. Proqramı ailəsində ekranda nə görəcəm? Bu regionlar niyə açdın ki sən bunlara bax. Bu obisidir, bunu bağlı, bunu şimdi yox. Proqramı ailəsində Sabir Quliyevi ekranda görəcəm. Aydındır mı uşaqlar? İndi belə bir metod. Yəni buraya keçdiyimiz heç birisi. Keçək default dəyər anlayışı. Müəllim, bir dənə sual verə bilərəm. Biz console write line-ı sadəcə qaytaran metodlarda yazırdıq. Qaytaran metodları console write line içində yazırıq. Yes. Amma qaytarmayanında sadəcə metodun adını çağırırıq. Təbii ki, metodun adını çağırırıq. Aha, çox sağ ol. Buyur. Deməli uşaqlar, istəyirəm ki, default dəyər uşaqlar harda yazılıb? Metod yaradılanda parametrlər olan yerdə. Yəni burada. Parametrlər də bunlar. Aydındır mı? Default dəyər uşaqlar, məsələn deyirəm surname-in bərabər qoyuram bir default dəyər verir. Deyirəm ki, olsun Flankes. Flankesov hətta. Flankesov. Belə bir şey yazıram. Aydındır mı? Default dəyər o deməkdir ki, uşaqlar. Sən ona dəyər göndərməyəndə bayaq yazdığı int sum bərabər default. Ona dəyər verməyəndə nə olurdu? 0. 0 da, yəni 0-ı götür. Defaultunu 0-ı götürdü. İndi baxın default surname nə vermişəm? Default dəyər. Bu o deməkdir ki, uşaqlar, sən surname bura göndərməyə bilərsən artıq. Yaxşı. Bu metod neçə parametr istəyir məndən? 2 dənə. Normalda bir dənəsini göndərəndə xəta verirdi. Belə yazanda xəta verirdi də bir dənə yazanda. Amma indi vermir. Sizcə niyə? Çünki orada artıq default dəyər vermişik. Yes, yəni bu artıq başa düşür ki, sən bu Sabir bu birinciyə gələcək. Aydındır mı? Amma bura göndərməsən də olar. Çünki bu nəyi var? Default dəyəri var. Proqram run etsəm nə görəcəm? Sabir Flankesov. Aydın nə demək istəyirəm? Və heç bir kompiler orada vermir. Gəlib baxsam, Sabir Flankesovu görürəm. Aydındır mı? Yaxşı, desəm ki, adı da mən göndərməyəndə hələ Flankesov yazırsın. Demək ki, neyimə də nə verəcəm?
Default dəyərinə verəcəm. Deyəcəm filan kəs. İndi mən bura heç nə göndərməyə bilərəm. Bu neyin dərdidir? Hardasa qal. Ha, yes, sistemə qoymamışam. Hə. Yaxşı. Bura heç nə göndərməyə bilərəm. Normalda xəta verərdi. İndi niyə xəta vermir ki? Çünki ikisinin də neyi var? Default dəyəri var. Yaxşı, proqramı run eləsəm. Nə görəcəm? Niyə? Çünki default dəyərlər işləyir. Aydındır mı? Yaxşı. Bunu göndərməsəm və yaxud göndərsəm, 2 dənə dəyər göndərsəm, deyirəm ki, lorem. Yaxşı, indi nə görəcəm? Razıyıq hamı? Lorem falan kəsə razı. Aysun razısan? Niyə? Çünki neyimə loremi göndərdim. İnşallah göndərirsənsə sən göndərdiyin işləyir. Göndərmirsənsə default işləyir. Aydındır mı? Name yazmır. Zaten bura name lorem gəlir. Yazmağına ehtiyac yoxdur. Name bura lorem gəlir. Gəlir. Aydındır mı? Yəni gəlib təzədən yazmağına ehtiyac yoxdur. Yaxşı, çünki buradakı name falan kəs surname falan nəyə bərabər olur? Buradan gələnə. Aydındır mı? Və mən burada nə görürəm? Lorem falan kəs. Razı, yaxşı. Bura gəlib desəm ki, if sunu. Belə bir şey yazsam. Ekranda nə görəcəm? Niyə bunları görmürəm? Çünki uşaq dedik, göndərirəmsə mən göndərdiklərim işləyir, göndərmirəmsə default. Yaxşı, onda sən sualı ver. Hə, okey. Səbirli olub ora gəlirəm. Abi sualım sənədir. Yaxşı, sən sualda cavab tapacaqsan indi. Belə bir şey eləyəcəm. Bir məntiqi xəta çıxacaq, o xətanın səbəbini səndən soruşacaq. Yaxşı. O deyir ki, default dəyər vermək istəyirsənsə metodda parametrlərə sağdan sola verməlisən. Yəni, bu istiqamətdən bu yana getməlisən. Belə bir anlayış var. Bu indi dedim sənə. İndi bildim. Və mən o dediyini eləyirəm. Bax. Surname'ə default dəyər vermirəm. Birinci, mənim cümləm bu təsdiqini tapsın. Çünki default dəyər hardan verilir? Sağdan sola verilir. Yəni, bir sağdakına default dəyər verməmiş, soldakına default dəyər verə bilməzsən. Necə xəta verir? Compile error verir. Razıyıq? İndi bu errorun səbəbini sadəcə səndən düşünməyə istəyirəm. Səncə bu niyə belə məntiqi bir xəta verir ki? Get birinci sağdakına ver defaultu, sonra gəl soldakına ver. İndi bura diqqətlə nəzər yetir. Səncə niyə? Əslində sənin sualı gəlsin. Sənə bir verdiyin sualı. Sizcə bu məntiqi errorun səbəbi nə ola bilər? Yoxsa səbirli ol? Hə. Bu məntiqi əsasən sonuncu arqumenti götürür, sonuncu parametrdən birləşdirmək. Xəta, yəni mən nəticə çıxartdım ondan, amma əslində lab elə ideal izah eləmədim də. Yəni indi okey mən deyərəm, görürsən tam fikrin o idimi? O Şalamitdə kimsə nəsə əl qaldırır, falan sözünü desin. Bəli. Bizim orada metodumuza göndərdiyimiz 2 dənə dəyərin ikisini də oxumur. Yəni bir-bir oxuyur. Yəni o görmür ki, biz 2 dənə arqument göndərmişik. Bir-bir oxuyur. O deyil case. Hə, sən de. Yes, sən? Yox, onu belə deyək, uşaqlar. Bir metoda. Əgər sənə 2 dənə dəyər istəyirsən, belə bir şey yaza bilərsən, mən birincini göndərmirəm, boş qoyuram, bunu geçsin ikinciyə. Eləyə bilərsən belə bir şey? Yox, aydın eləyə bilmirik ki, çünki compile error verir də, aydın mı? Bu da deyir ki, sən zaten bunu belə yazırsan, belə. Mən bu loremi aparıb zaten neyin yerinə qoyacam? Falan kəsin. Deyirsən, belə bir şey yaza bilmirsən onsuz da. Belə bir şey zaten yazmam mümkün deyil ki, mən birincini boş qoyum ki, onun default dəyəri var. Biz zaten deyil, mən götürüb belə bu birincini hara aparıb yapışdıracam? Neyin yerinə? Name'in yerinə. Aydındır mı? Yəni deyir ki, lap belə yaz. Hər bir halda bu lorem gəlib hara oturmalıdır? Name'i qoyub surname'i yerinə otura bilər. Razıyıq? Otura bilməz. Çünki bu birinci bir göndərdiyim dəyərdir. Birinci də gəlib birinci yerinə oturur da. O da məntiqi xəta verir ki, zaten bu birinci gəlib bu birinci yerinə oturacaq. Aydındır mı? Yəni bunu eləyə bilməzsən. Amma deyir, bu case okeydir. Amma bunu eləyə bilərsən. Name'i vermə deyir burada.
Neyimə vermə burada deyir. Gəl surneyimə ver. Məsələn, filankəs ol. Filankəs ol. İndi niyə xəta vermir? Çünki bax, bu lorem avtomatik niyə yerinə gəlir? Neymin yerinə gəlir, heç bir problem yoxdur. Surneyimi də göndərmirəm. Yəni, axırıncı da axır. Aydın nə demək istəyirəm? Demək ki, default dəyər hardan verilir uşaqlar? Sağdan sola doğru verilir. Gəlin, buranı biraz artıraq. Filankəs ol, deyirəm ki, bir dənə adresli olsun. Yaxşı, bura string adres yazsam. Xətanın səbəbi nədir? Çünki uşaqlar, default dəyər verdiyimiz sağındakı default dəyəri yoxdur. Yaxşı, bunun xətanın səbəbi gəl baxaq. Lorem, bura deyirəm ki, olsun ipsumov, atıram belə bir şey. Bunu da boş qoyuram. Hər halda xətanı görürəm də onsuz da yenə. Çünki lorem gələcək hara? Bura. Ipsumov hara gələcək? Bura gələcək. Bu mənasız. Ona görə deyir ki, birinci adresə default dəyər ver. Yaxşı, indi sakitləşərsiniz də. Yaxşı, Ramil deyə bilərsən, output nə olacaq burada nəticə? Ekranda nə görəcəm? Hətta gəl bura adresi də yazdırım. Ramil nədir? Bura adresi də yazdırım. Ekranda nə görəcəm bunu çağırsam? Lorem ipsumov Bakı. Əla. Niyə? Çünki lorem gəlib oturur neymi yerinə. Hə? Yes, bu gəlir, ipsumov gəlir bura. Burada Bakı. Yaxşı, buradan Ramil belə bir şey eləsin. Ipsumovu göndərməsən. Filankəs ol Bakı. Aydındır mı uşaqlar? Yəni, aydındır niyə default dəyər sağdan sola doğru verilir? Aysun, aydındır. Aydındır mı? Yəni, bunu yadda saxlayaq. Yəni, ən sağdakı default dəyər vermədikcə bir sollaşına verə bilməzsən. Və məntiqini də ki, başa düşdük də. Çünki, yəni, belə bir case yoxdur, baxın. Vergül mən birinciyə göndərmirəm, boşluq qoyuram. İkinciyi də göndərmirəm, birbaşa üçüncüyə dəyəri göndərirəm, elə bir anlayış yoxdur. Yaxşı, elə bir anlayış olmadığına görə də bu default dəyəri biz nə edirik? Ancaq sağdan sola doğru veririk. Okeydir burası. Aydındır mı uşaqlar? Tamam, bu bizim default dəyər anlayışımız. Yəni, bundan artıq default dəyərin üzərində qalacaq bir şey yoxdur. Okey? Götürər deyə yox, elə bir şey yoxdur. Elə bir case yoxdur. Yəni, buranı boş qoya bilmirsiniz. Aydındır uşaqlar? Okey deyil mi? Yəni, bu da bizim default dəyər mövzumuz. Yəni, bunun üzərində çox qalınsız bir şey deyil. Çünki bundan artıq heç bir case yoxdur. Okey deyil mi? Yəni, bütün hal bundan ibarət. Ctrl, KZ. Yoxdur sual uşaq. Yoxdur abi sual. Okey, atdım bunu kommentə. Danışa daha bir maraqlı bir mövzumuz var, amma yeni bir mövzu kimi yox. Sadəcə keçdiyimiz metodların üzərindən təkrar edəcəyik. Aydındır mı? Nədir bu metodun adı? Metod overloading. İndi overloading. İndi tərifindən nə edəcəm? Danışacağım. Deyirəm ki, gəlin belə bir şey eləyək. 4 deməli region yazaq da bir dənə. Region düz yazdım da uşaqlar. Okey, bura nə edək? End region deyək. Yəni burada yazaq ki, overloading. Bunun qabağına yazmaq olmur. Tamam, içərisində yazarım. Danışacağıq uşaqlar. Metod overloading. Okey değil mi? Deməli, uşaqlar, metod overloading bir cümlə tərifidir. Bir klassın içində, eyni klassın içində bir klassın, yəni məsələn proqram klassının içərisində eyni adlı bir neçə dənə metodu yazmaq. Eyni adlı bir neçə metodu yazmaq. Aydındır mı? Məsələn, istəyirəm ki, belə bir şey olsun. Bir dənə metod yazaq təkrar. 2 dəyişəni, 2 integeri qəbul edib toplasın. Aydındır mı? Belə bir metod yazım. Nə yazacağım? Static toplayıb ekrana yazılsın, yaxşı return olmasın. Void. Adını qoyuram sum. Neçə dənə qəbul edəcək? Int x, bir dənə də nə eləsin? Int static y qəbul edəcək. Yaxşı, metodun kod blokun içində nə yazacağam? Yes, console write-lan yazacağam. Console write-lan yazacağam. Deməli, bunların adı nə gedir? Parametr. Bunlar parametrdir. Və burada ekrana yazdıracağım sadəcə x plus y. Aydındır mı? Dedik, overloading nədir? Bir klassın daxilində. Bu sum metodu hansı klassın içindədir? Proqram klassının içərisində. Bir metodun içərisində eyni adlı ikinci bir metodu yazmaq metod overloading. Aydın, bilirəm ki, static. Yenə void yazıram. Eyni adlı sumdur da. Aydın mı? Sum'u yazıram. Yaxşı. İndi desəm. Proqram klassının içərisində neçə eyni adlı metod var? 2 dənə, sum. Və bunlar nədir uşaqlar? Bu metod overloading sayılır. Aydındır mı? Və gəlsən bura sum'u çağırsam. Bir klassın içində, eyni klassın içərisində. Eyni klassın içərisində eyni adlı bir neçə metodun yazılmalı. Yazıla bilməsi.
bir eyni proqram klassının içərisində 2 eyni adlı metodu yazmışam. Sizdən samım var burada. 2 dənə. İndi gələk bura. Gəl deyirəm ki, uşaqlar sam. Ha, burada maraqlı bir case çıxır. İndi samı yazıb çağırıb arqument ötürmək istəyəndə burada bayaq heç nə yazmırdı. Burada nə yazdı? 2-dən 1. Deməli neçədən sam var deməkdir bu? Deməli mən aslında 2 dənə. Yes, 2 dənə mən birincidəyəm və birinci heç bir dəyər qəbul etmirəm. Belə saxlasam, bir gəlib hansını çağıracam? Bunu çağıracam. Yaxşı, bura belə bir dəyər ötürsəm. Hə? Heç biri. Gəl belə eləyək də. Finans səbirli ol. Neçədən sam var burada? 2 dənə. Biri heç dəyər qəbul eləmir. Biri nə edir? 2 dənə qəbul edir. Əgər heç bir dəyər göndərmirəmsə, avtomatik səncə bunların arasında hansını çağırar? Bunu çağıracam. Razıyıq? Yes. Əgər bura gəlsəm bir dəyər yazsam, yaxşı bu xətanın səbəbi nədir? Yəni bir dəyər qəbul edən sam var burada. Abi bura ver sualı. İkinci dediğin hansı budur? O birinci ikinci eləməyək. Yəni bunu üstə də atsam, tələb edirəm yoxsa hansı ona uyğundur onu çağırır da. 2 dənə sam var da burada. Bu nəsə qəbul eləyir. Avtomatik nəyə çağırır onu çağırır. Yaxşı onda Aysun bu xətanın səbəbini de. Aysun sənə nə? Bu xətanın səbəbini de. Ramil onu dedin də yəni ki, elə bir metod yoxdur. Əgər olsaydı burada sam bir dənə dəyər qəbul edir, onda işləyərdi, razıyam sizdən. Okeydir burası. Yaxşı. 6,5 yazsam, hansını çağıracam? Çünki ikinci ona uyğun. Yaxşı. Yaxşı belə bir şey yazsam. Üçüncü də yazsam, var belə bir metod. Yoxdur. Aydındır mı? Gəl belə eləyək. 5 yazdın. Niyə 5 yazdın? Söylədiyim rəqəm yoxdur. Bunu niyə çağırsan? Bu neçə dənə dəyər istəyir səndən? 2 dənə. Integer istəmir 2 dənə. Sən də burada samı 2 dənə integer göndərməmsən. Səncə bunu qoyub bunu çağır ha? Yaxşı. Burada mənə elə bir sam metodu de ki, bir dənə dəyər qəbul edəsin. Var elə bir metod. Bax burada 2 dənə sam var da. Neçə dənə dəyər ötürmüşəm? Bir dənə. Var burada elə bir dənə qəbul edən metod? Yoxdur. Yoxdur. Aydındır mı? Başa düşdün nə demək istəyirəm? Bu nə zaman işləyərdi? Bax, əgər bura int belə bir şey yazsaydı, bax indi işlədi. Razısan? İndi bir dənə də heç nəsiz yazıram, yaxşı. Sırf sən başa düşəsən deyə. Static, void, bir dənə də sam yazıram. Yaxşı. İndi sən izah edə bizə. Bu hansını işlədəcək? Bunların arasında bu yazdırış hansını işlədəcək? Hansına uyğundur bu səncə? Yox, bu belə eləyək də. Qayda başa. Metod nədir? Çağıranda işləyir də, razısan? Çağıranda işləyir. Burada nə metodu çağırmışam? Sam. Neçə dənə sam var burada? 3 dənə. Buna neçə dənə dəyər ötürmüşəm? Burada bir dənə dəyər qəbul edən sam hansıdır? Budur, hə, dəyişənin adıdır. O dəyişənin adı o qoydu. Yəni, burada flankes yazaram. O, yaxşı, bu qarşıdırsa yaxşı D yazım. Bu dəyişənin adıdır. Hansını çağıracaq? Bunu. Niyə? Çünki bir dənə. Yaxşı. İndi hansını çağırar? Yes. İndi hansını çağırar? Bax, sam çağırmışam, 3 dənə sam var. Səncə hansını çağırar? Mən aşağıdakı. Çünki 2 dənə ötürmüşəm, 2 dənə qəbul edən budur. Yaxşı, onu bununla cavabı yeşunlaşdıraq səninlə. İndi hansını çağırar? S1 var, elə bir metod, elə bir sam var ki, 3 dənə dəyər qəbul eləsin. Yoxdur. İndi sual versəm ki, buradakı çıxan 3-4-ü başa düşdünüz nə deməkdir? Bu, yəni 3-ün üçüncüsü. 3-ün üçüncüsü, yəni demək neçə dənə sam var deməkdir? 3 dənə sam var deməkdir. Yaxşı, mən gəzirəm burada, baxın. Bu hansıdır? Birinci. Demək ki, belə saxlasam nəyə çağıracaq? Birincini. Bu hansıdır? Üçüncü, bir dənə neçənə görə, bu da ikincidir. Yaxşı? Allah. İndi, hə. Gələcəm ora, gələcəm. Bir dənə bunu başa düşək. Aydındır burası uşaqlar. Okeydir mi? Yəni, sual verəcəksiniz ki, bu bizə nə kimi yerlərdə lazım olacaq? Niyə bir klassız? Yaxşı, madəm ki, uşaqlar, 3 dənə metod yaz demişəm. Üçü də toplamı işi görürsə, birinin adını toplama 1, birinin adını toplama 2, birinin adını toplama 3 niyə qoyasan ki? Məntiqli olmaz. Üçün adını toplama qoyasan. Çatdı nə demək istəyirəm? Razıyıq? Yaxşı.
Biraz qabağa aparıram sizi. Stringdən bir dənə word yazıram. Word bərabərdir neysə. Boş bir dəyər yazıram. Word nöqtə stringlərin bir replace metodu var. O replace. İndi bunu mən sizin oxuyun. Neçədən? Demək ki, stringlərin neçədən metodu var? Replace adında neçədən metodu var? 4 dənə. Hərəsi fərqli cür işləyir. Razıyıq? Birinci necə işləyir? Mənə deyir old char ver, bir də new char ver. Keçək ikincisiyə. İkincisi nə edir? Stringlər istəyir məndən. Razıyıq? Yaxşı. Hər bir halda istəyir bu birinci. İstəyir ikinci, istəyir üçüncü. Nə iş görür? Replace, əvəz etmə işi görür də. Mən bunun birinin adını replace 1, birini 2, birini 3 niyə qoyum ki? Maraqlı olmaz, hələ adı replace qalsın. Aydın nə demək istəyirəm? Yaxşı, sənə ev tapşırığı vermişəm ki, get bir dənə metod yaz. Biri 2-dən dənə qəbul etsin, biri 3 dənə, biri 5 dənə. Toplayıb qaytarsın. Get onu sum 1, sum 2 yazarsan. Böyle sum yazarsan da gör nə maraqlıdır. İkisi bu da toplamadır, bu da toplamadır, bu da toplamadır. Okeydir, nə demək istəyirəm uşaqlar? Ramin heç bir işləmə zadı məsələsi yoxdur. Heç bir işləmə. Sadəcə daha oxunarlıdır. Çünki bir metodun adını başqa qoy, heç bir işləmədən söhbət gedə bilməz. Hə. Uşaqlar, ümumiyyətlə variable metod yer tutmur. Metod bu nə yer tutsun ki? Bu heç bir yer tutan bir şey deyil. Aydın mı? O metod işləyir, içərisində variable'lar təyin eləmisənsə, içində bir kod bloku yazmısansa, bax orada yaddaş artıq işləyir. Yoxsa bu metod yaz, çağırma heç bir iş görmür. Aydın, heç biri, yüzdən, milyonla metod yaz, heç bir yaddaşlı yer tutmur. Nə zaman yaddaş işlədir? Çağırılanda. Okey değil mi burası? Bir dənə başa düşək. Okeydir burası uşaq. Boş qal, bax bu qalsı bax belə. Ulan heç bir yaddaşlı yer tutmur, heç. Çağırsan, artıq içində məsələn int name yazmışsansa, artıq o gəlib yaddaş işlədəcək. RAM işlədəcək. Yazmıyorsansa heç. Yəni və yaxud da bunun içində bu sum metodunun içində 1 milyon sətir kod yazmırsan, amma çağırmırsan. O yaddaşları işlətməyəcək. Yaxşı? Hə. Silinir də, uşaqlar. Baxın. Burada int A bərabərdir 12 yazıram. Bu A mövcuddur sizə hal-hazırda. Deyil. Nə zaman mövcud? Proqram işə düşəndə mövcud olacaq. Bir şey işə düşməyibsə yaddaşı niyə mövcud olsun? Yaxşı. Proqram işə düşdü. A mövcuddur. Mövcud. Proqram sönəndə A nə olur? RAM-dan silinir. Variable'lar harda saxlanılır? RAM-da. İndi qaydacağıq ora. Reference value məsələsini qaydacağıq. Bax, var mövcuddur proqram. Proqram artıq işini bitirdi. A yaddaşının silindi getdi. Okeydir? Yəni nə zaman uşaqlar çağırıb istifadə edəndə. Uşaqlar, aydındır burası. Okey mi? Yəni bu overloading uşaqlar. Özünlə paralel bir anlayış götürür. Metod signature. Metod signature. Nə bilim necə başa düşürsünüz? İmza. Bir metod imza anlayışı götürüb gəlir. Aydındır mı? Özünə bir overloading. Nədir bu metod imzası uşaqlar? Metod imzasına nələr aiddir? Bura yazıram. 1. Yazıram ki, bura metod adı izahlı yazalım. Yani ikinci case yazıram. Metodun parametrlərinin data tipi aydındır mı? 2 dənə case. Okay. Bu 1, bu 2. Bir dənə əlavə edəcəm, bir də 3 əlavə edəcəm. 3 olsun. Metodun parametrlərinin sayı. İnşallah sizdən kimsə metod signature nədir soruşsa, bu 3 case'i nə deyin? Desə ki, metod signature nələr aiddir desə sizə, deyin ki, nələr aiddir? Metodun adı, parametrlərin sayı, bir də parametrlərin data tipi. Bu mövzu niyə içindir? Niyə overloading içərisində var? Gəlin onu başa düşək. İnşallah, bu 3 sum metodu, 3'ü nəyin içərisindədir? Proqram klassının içərisindədir. Mən gəlib bura bu metodun kopyasını yaza bilmərəm. Kim? Bax, bu yaza bilməməyin səbəbi, bilmək istəyirsənsə metod signature bilməlisən. Çünki uşaqlar, bu metoddan imzalar üst-üstə düşür. Bir klassın daxilində imzaları üst-üstə düşən ikinci metod yaza bilməzsən. İndi yaxşı, bu fikrimi mənə kimi izah eləyər? Hə, elə abi.
bilməyəcək. Mükəmməl, əla cümlədir. 2 dənə eyni sam var burada. Bu məntiqi xətanın səbəbi nədir? Mən çağıranda uşaqlar, bu da uyğun gəlir, bu da uyğun gəlir. Hansını işlədəcək? Ona görə bilmir, xəta verir. Yaxşı. O cümləni bir də belə edirəm. Bu metodun imzaları üst-üstə düşür. Əgər metodların imzaları üst-üstə düşürsə, yaza bilməzsən. İndi bu cümləmi kim izah edir? Bax, imza nə olduğunu burada yazmışam. İndi Samir deyə bilərsən, izahı. Hə, deyirəm ki, bunların ikisinin imzaları üstə düşür. Sübut eləyə bilərsən? Hə, mən deyirəm ki, bunların ikisinin imzası eynidir. Sübut eləyə bilərsən? 1. Adları eynidir. Eləmirlər, eynidir yenə. Count da eynidir. Eynidir. Tamam, başa düşmədin? Okey, gəl belə bir şey deyək. Bu samlar üçün bunu başa düşdürsün. Bu birincisini başa düşdük. Gəlirəm, bu metodu kopyalayıram. Bundan bir dənə kopyalayıram bura. Ki olsun da içərsin. İndi Ramil sən izah elə. Mən deyirəm ki, bunların ikisinin imzası üst-üstə düşür. Səbəblər. Əla, əla. Uşaqlar, adları eynidir, ikisi də samdır. İkisi də 2 dənə parametri qəbul edir. Hər iki parametrin data tipləri eynidir. İkinci bir belə bir metodu yaza bilməzsən. Bir klassın daxilində. Okeydir uşaqlar? İndi gələcəm də, səbirli ol. İndi gələcəm buna. Birinci bunu başa düşək. Deməli, eyni klassın daxilində nə zaman ki, belə eyni adlı metodda yazın xəta verdirsə, xətanın səbəbini artıq anlayın. Niyə? Çünki onların imzaları üst-üstə düşüb. İmzalar deyəndə adlar, parametrlərin sayı, parametrlərin data tipi. Yəni, gəl belə bir şey gələcəm. Tutaq ki, ev tapşırığı vermişəm. Mənim sam metodu yazdı. 1, 2 qəbul etsin, 3 qəbul etsin. Tamam, deyirsən ki, ya, müəllim sam deyir. Qoy bunların hamısının adını sam qoy. Hamısının adını sam qoyanda gəlib, ola bilər ki, Ramil, toqquşarsan da belə. Aydındır mı? Toqquşarsan belə, artıq buradakı bu xətanın səbəbini anlar ki, bir klassın daxilindədirsə bunlar, imzaya diqqət eləməliyəm. Və imzaya nələr aiddir? Ad, data tiplərin sayı, data tiplərin, parametrlərin sayı, bir də parametrlərin data tipi. İndi ver sualı. O aid deyil. O aid deyil. İndi gələcəm oraya niyəsinə. Gələcəm. Uşaqlar, ümumiyyətlə, kimsə sizə metod siqnesiya desə, budur uşaqlar, budur. Microsoft'un seyinə girsəz, o deyir ki, senin adın nə idi? Cavid. Cavidin dediyi case, Cavid deyir ki, mənim return type da ora aiddir uşaqlar. Microsoft'un saytına geçsə, Microsoft deyir ki, return type gedir siqnesiya içərisində, amma sayılmır. Aydındır mı? Ona görə sırf gedir sayılmadığına görə mən bunu üçünü yazmışam, siz üçünü yadda saxlayın. Aydındır mı? Yəni gəl buraya yazsan Microsoft'un saytına yaz, metod siqnesiya yazıb Microsoft'un saytına girsən, orada görəcəksən ki, bir not kimi yazıb. Deyir ki, indi onu sübut eləyəcəm niyəsin. Yəni imzaya nələr aiddir? Ad, parametrlərin, data tipi, parametrlərin sayı. Bir şey yox. Deməli, bu şərtlər üst-üstə düşürsə, ikinci bir metodu yaza bilməzsən. Aydındır mı? İndi yaxşı. Gəlsən bu metodun sualı verəcəm. Abi sualım sənədir. Yaxşı, sən cavab verərsən. Bunu desəm string. Bax, bunu necə yaza bilmiş? Bunlar niyə toqquşmalı? Mən deyirəm ki, sənə bu metoddan imzası üst-üstə düşmür, sübut elə. Bu iki metodun imzası üst-üstə düşmür, sübut elə. Düşmür. İkisi eynidir, biri adları eynidir. Parametrlərin sayı eynidir, amma data tipləri eyni deyil. Əgər biri fərqlidirsə, yaza bilərəm. Niyə yaza bilərəm? Gəlin baxaq. Gəlirəm bura, sum yazıram. Baxın, atıram sum yazıram. Nəsədən overloading çıxaracaq? 3 dənə, 4 dənə yazmışam. Aydındır mı? Mənə o 2 dənə qəbul edənlər lazımdır. Bu, bir də bu. Bunlar niyə üstə düşmüş? Yes, biri 2 dənə integer istəyir, biri nə istəyir? Bunu belə yazsam, hansı çağıracaq? Bunu, yaxşı, bunu belə yazsam, hansı çağıracaq? Üçüncü, yəni niyə üst-üstə düşsün ki? Fərqli şeylər. Okeydir. Deməli, okey. Aydındır mı abi? Deməli, kodu yaxşılaşdırmaq istəyirsən, eyni işi görən metodları eyni adda yazmaq istəyirsən, üçü də məsələn sum işi görürsə, adını sum qoyub yazmaq istəyirsənsə, nəyə diqqət eləməlisən sən? Metod siqnesiyyə diqqət eləməlisən ki, onlar üst-üstə düşməsin. Yaxşı? Get də sual verin. Aydındır uşaqlar burası. Okey değil mi? İndi keçək, şimdi bu verir suala sən verdin də. Niyə return type siqnesiyyə aid deyil? Məsələn, abi deyir ki, bunu qaytaraq intə. Yaza bilərəm, Ramil,
yaza bilmərəm. Çünki imzalar üst-üstə düşür. Ad da eynidir, data tiplər də eynidir, data tiplərin sayı da eynidir. Yəni mən bura gəlib çar bir dənə D yazsam, bu dünəndən toqquşmayacaq da. Razıyam? Bu dünəndən toqquşmayacaq. Çünki bu 2 dənə də, bu 3 dənə də nə aidiyyatı var? Bizə toqquşan hallar lazımdır. İndi Cavid deyir ki, mənim gəl bunu int eləyim. Bir axı bunu deyir, voiddir, bu int. Bu niyə hələ də toqquşur? Hələ də toqquşmanın səbəbi nədir? Bu 3-dür. Çıx. Niyə? Səbəbini göstərəcəm o heç. Çünki imzalar eynidir. İmzaya nə aiddir uşaqlar? Ad, parametrin sayı, parametrlərin data tipi. Üçü də üst-üstə düşür, düşürsə yaza bilməzsən. İndi keçək ki, bəs necə bunu return type-ları ora aid eləmirlər? Niyə? İkisi də integer istəyir də, razısan? Yuxarıda sum'ı çağırsam. Return type-ın nə aidiyyatı var? Bu kafası yanacaq ki, mən hansını işlədim. Bax, ya belə yazıram, ya da belə yazıram. Aydındır mı? Bu beyni gedir ki, ikisi də integer istəyir. Mən deyir, bunlardan hansını işlədəcəm? Nə olsun, biri voiddir, biri intdir. Çatdı nə deməksə? Deyirsə, yəni, zaten məntiqi xəta verir. Deyir ki, sum, okey, yazdım, integer, ikisi də integer istəyir. Zaten imkan verir, compile error verir. Amma o niyəsindən danışırıq. Ki, axı bu voiddir, bu intdir. Bunlar niyə üst-üstə düşmür? Təbii ki, düşməyəcək. Çünki 2-2 göndərəndə və yaxud 2-5 sadəcə rəqəm göndərəndə bu bilmir bunu işlətsin. Bunu mu işlətsin, bunu mu işlətsin? Ona görə return type imzanın içinə aid edilsə də sayılmır da yəni. O şeydir burası. Anlaya bilmir heç. Anlaya bilmir. Və bu çağırmışam, bilmir hansından gedir şöbə. Anlasaydı zaten kod xəta verməzdi. Heç bir aidiyyəti yoxdur. Heç bir aidiyyəti. Yes, yəni çünki fərqi yoxdur. Yəni yazsan belə sən console write-ların içində metod çağırırsan axı. Abi deyir ki, bunu atar console write-ların içərisindən. Bura deyir ki, atar bunu console write-ların içərisindən. Nə dəxli var? Sən burada yenə sum çağırmırsan. Yəni harda çağırdığının fərqi yoxdur. Sum'ı çağırırsan da yox, necə bir yox, yenə bilməyəcək. Sən bax bunu olsun write-ların içində çağırır. Yenə çağırdığın bu sum deyil, 2 də ədəd istəyən. Bunu beyni yanır ki, 2 də ədəd istəyən 2 dənə metod var. Görürsən bu hansını istəyir. Okeydir uşaqlar. Ona görə return type senin içərisində nədir uşaqlar? İmzanın içərisində sayılır. Başa düşdün nə deməksən? Mövzu hardan hara gəldi anladın mı uşaqlar? Biz nə etdik? Gəldik belə bir iş gördük. Bir klassın daxilində eyni adlı metodları yazdıq. Okeydir mi? Dedik ki, daha oxunaqlı olsun da. Aydın əgər üçü də sum işi görürsə, mən niyə birinin adını həqiqətən belə deyil. Mən bunu niyə 1 yazım? Bunu nə 2 yazım, nə 3 yazım? Üçü də sum işi görmür. Aydın mı? Yəni məntiqi olar ki, bunlar üçü də adı nə qalsın? Elə sum qalsın. Aydın? Sum qalsın. Mən bunu çağıranda bu işləsin. Bunu çağıranda bu işləsin, bunu çağıranda bu işləsin. Yəni imzaya diqqət etmək lazımdır. Yəni imzaya diqqət. Bəs. Yox, aidiyyəti yox. Burada statik yazmamı sənə bax başa düşəcəksən. Mən statik dərsini keçəndə özüm bunu cavablayacaqsan ki, müəllim ora niyə statik yazmışdı. Bu şeyi yadda saxla, eminim bu cümlələri deyəcəm sənə. Yaxşı? Yəni özün cavablayaq. Mən dərsi keçəcəm, özün cavablayacaqsan ki, mən bura niyə statik yazmışam. Hətta sözünü də verirəm ki, özün cavablayacaqsan. Mən heç nə deməyəcəm. Yaxşı? Aydındır uşaqlar. İndi biraz yəni bilmirəm. O şey. İnşallah bir sual verim indi mən. Bu sualı təbii ki, bilməməyə zorunludur. Çünki deməmişəm uşaqlar. Gəlin bunu yaza bilməliydik, bunu bildik. Şey deyim mi? Belə bir case var burada. Burada y-ə gəlib default dəyər verir. 5. Razı verə bilərəm də uşaqlar. Bir dənə sum'um var, heç bir dəyər qəbul eləmir. Bir sum'um var, bir dəyər qəbul edir. Bir sum'um da var, nə edir? 2 dəyər qəbul edir. Aydın mı? Yəni burada deyək ki, bu da params bir integer qəbul etsin. Int array qəbul etsin. Yəni buna deyək ki, numbers. Deyə bilərəm də belə bir şey. Yazıyıq. Bu params number qəbul edir. Bu bir dəyər qəbul edir. Bu hansı qəbul edir? Bu 2 dənə dəyər qəbul edir. Aydın mı? Yaxşı. Mən gəlsəm bura sum yazsam. Bu sum aşağıdakilərin üçünə də uyğundurmu ya yox? Bu belə bir yaxşı gəl belə. Bu sum hansıları çağıra bilər aşağıda? Ya bunu çağıra bilməz. Gəlin bunu default dəyər verin. İndi yuxarıdakı bu sum var ha. Bu sum, yuxarıdakı bu sum. Üçünə də uyğun gələ bilir. Gələ bilmir, gəlin yoxlayaq. Gəlin yoxlayaq.
Buna uyğun gəldi. Gəldi. Niyə? Array-də heç bir dəyər göndərmir. Razısın? Tamam, əla. Yaxşı. İndi buna uyğun gələcək, yox buna gəlməyəcək. Niyə? Çünki bunun default dəyəri birincidə yoxdur axı. Buna zaten gəlməyəcək. O şey. Gəlin elə eləyək ki, buna da gəlsin də yaxşı. Yes, burada da 1 yazaq. Yaxşı. İkinci buna uyğun gələcək. Niyə gəldi? Çünki default dəyəri ikisində də var. Yəni göndər. Default dəyər vermisənsə, o tip göndərməyə bilərəm. Razısan, Aysun? Buna da uyğun gəldi. Razı deyilsən? Yaxşı. Qayda bir əvvəlki mövzuya. Sam neçə dənə dəyər istəyir məndən? 2 dənə. Razısan? Amma mən heç nə göndərməmişəm. Niyə işləyir bilirsən? Çünki ikisinin də default dəyəri var. Yəni mən bunları göndərməsəm belə, x-i yerə nə qoyacaq? 1, 20-ni yerə neçə qoyacaq? 5. Ona görə bu buna uyğun gəlir. Razısan? İndi deyirəm ki, buna da uyğun gəlir. Yaxşı, bunu sən izah elə bizə. Deyirəm ki, buna da uyğun gəlir. Gəlməsəydi xəta verərdi də. Hə? Gəlməsəydi xəta verərdi də. Heç kompil error verərdi. Deyir ki, sən deyir, bura 5 yazsan, deyir, mən bunu yerə nə qoyacam, D-ni yerinə? 5-i qoyacam. Heç nə göndərməsə nə qoyacam? 1 qoyacam. Razıyıq? Yəni, nəyi sübut elədik? Buradakı, bu yazılış, uşaqlar, neyin xətasıdır bu? Ne istəyir? Niyə uyğun gəlmədi bu? Biri buna uyğun gəlir, buna uyğun gəlir, buna uyğun gəlmir. Gəl baxaq nə dərdir. Hansı? Bəyaz niyə qalmadı ki, bəs? Deməli, gəlin belə eləyək. Bəyə qaytardığı halda saxlayaq bunu. Burada işləyirdi də bəyələr. Aydın mı? Hə, tamam, gəl belə saxlayaq. Yaxşı, bu metod buradan hansılara uyğundur? Buna uyğun deyil də, razıyıq. Gəl bunu çıxardaq sırada. Yaxşı, ikisinə də uyğundur. Tezcə paramsız oldu. Yes, buna uyğun deyil, çünki bunda bir dəyər yaxşı. Buna default dəyər verir. İkisinə də uyğundur. Bəs hansını çağıracaq? Bunu bilməməyiz normaldır, amma öyrənəcəyik. Hə? Gəl belə eləyək də. Yox, elə bir şey yoxdur. Buna breakpoint qoyum. Uşaqlar, özünə ən uyğununu tapacaq. Ən uyğunu. Özünə də ən uyğunu uşaqlar. Olmaz. Hansıdır? Mən də bilmirəm. Yadımdan çıxıb gəl baxaq. Yes. Gəldi bura. Hansının üstünə düşdü? Uşaqlar gəldi bura. Aydındır mı? Çünki demək ki, uşaq bu tip case'lərdə nəyi önəmli götürür? Default dəyər olan, yəni dəyişən qəbul olunanı önəmli götürür. Aydındır mı uşaqlar? Mənə birinci bəs niyə uyğun gəlirdi orada? Biz dəyər verməmişdik. Nasıl birinci? Çünki bura params yazmışdı da ona görə. Params olsun yəni. Yaxşı. Onda belə bir sual versən Fidan. İndi hansına uyğun gələr? Yaxşı, hətta belə sual verin. Bura 6 göndərin. Hansını işlədər? Gördük də bəyəm. Yəni bu paramsdan önə keçir. Yəni bir dəyər qəbul edən paramsdan önə keçir. Ona görə hansını işlədəcək burada? Bunu işlədəcək. Aydındır mı? Bunu işlədəcək. Yaxşı. Bu dünəndən Ramil hansını işlədəcək? Bu dünəndən massiv işlədəcək. Yəni çünki bu zaten bir dəyər qəbul. Okeydir burası uşaq. Neyi bunu başa düşənmədin? Params nədir? Mən rəqəmləri vergüllə yazsam, hamısını array kimi götürür də, razısan? Yaxşı, bu metod, bu çağırılış, bunu necə işlədə bilər? Bax, bu bir dənə istəyir, mən 2 dənə göndərmişim. Bunu işlədə bilər? 2 dənə verib deyil, yox. Və paramsdakı gələnləri vergüllə yazılanımızı qəbul edir. Params o demək ki, bu səndən massiv istəmir. Razısan? Niyə qardaş massiv göndərməmsən bunu? Get zəhmət olmasa massiv yaz da. Get yaz new int massiv. Razısan? Bax, belə yazsam, indi istədiyini verdim. Aydındır mı? İndi mən sırf bura gəlib massiv yazmayayım, niyə 1-də? Bura gəlib paramsı yazıram. Buradan da massivi silirəm ki, rahat çağırımda üst 4'ü bura. Gəl buraya yazıram ki, 4, 5 və yaxud. Heç, təbii rahat yazırsın. Nə versəm deyiliyim də, de yazıram. Params, bir dənə int massiv hərli.
sən bu case üçün hansını çağırar? Səncə? Yəni ki, dəyər qəbul edən digərindən önə keçər də. Hə? Çünki bunun içində birinci dəyər var axı. Ona görə burada bir dəyər var axı. Gəlsə bunu eləsək. Baxa. Next eləsəm. Gəldi bura. Aydındır uşaqlar. O şeydirmi? Mənim bir dənə sualım olacaq. Samın içinə heç bir dəyər yazmasaq. Birinci Heç bizdə bir dəyər gəlməsəm, təbii ki, ən birinci onu daha idealdır. Çünki bu fağır axı bir dəyər gözləyir birinci olaraq. Yaxşı. ona görə birincini götürəndə paramız. Hə, ver sualı sağ fasiləyə. Neyini? Aha. Deməli, bir dənə belə bir şey yazaq. Hə, nə olsun burada? Int, bir də C olsun. Hə. 5 verək. Hə. C-də default verir. Səncə? Təbii ki, ən idealı hansıdır buna? Bir dəyəri qəbul edən. Razıyıq? Ən idealı hansıdır? Bax, sum çarpımıza bir dəyər göndərir. Buna ən yaxın olan budur. Bura 5,3 qoysan, yenə buna ən uyğun hansıdır? Yenə budur. İkisini silsən, bu avtomatik birdən eşsir, bu 2-dən eşsir. Yuxarıdakını çağırır. Aydındır? Okey, bu əla sual idi, bu case'lidir. Okeydir mi burası? Aydındır uşaq. Yəni özünə ən yaxın olanı. Bax, bu yazılış hansına ən yaxındır? Buna ən yaxın deyil. Yaxşı. Bu yazılış hansına ən yaxındır? Deyil. Şey, bunu işlədir. Nə birincisi? Bildim, yəni buraya bunu yazmasam, bu gibi hansını işlədir, bunu işlədəcək. Aydındır mı? Yox, əgər bura bir 3-4 dənə olsa, 2, 3, 4, bu avtomatik hansını işlədəcək? Bunu işlədəcək. Yes, ikisini qoyanda aşağıdakı. Çünki bu 2-dən dəyər istəyir. Avtomatik bu ona daha yaxındır. Yaxınlıq uşaqla aşağı-yuxarı məsələsi deyil ha. Nə dəxli var? Nədir? Olsun üstünə onu ölçülü edir. Bu qalsın o fasilədən sonra. Belli yandırmayın. Çünki bundan oynası yoxdur. Bir dənə case yaddan çıxmışdı. Ona Cavid dedi yazdım. Bundan oynası yoxdur. Şey. Qalanı yazıb bir-bir yoxlayarız. Aydındır uşaqlar? Tamam. Deməli, bir dənə saata baxaq. Saata baxaq.